Bu dəfə şaftalı mürəbbəsi hazırlayırıq. Videonu mamam hazırlayıb, mürəbbəni mamam bişirib, mən sadəcə səsləndirmişəm. Beləliklə başlayaq. Deməli, 1 kilo 1 kilo prinsipi ilə gedəcəyik. Şaftallarımızı soyuruq, zövqə uyğun doğrayırıq. Ləyənimizə şəkər tozu əlavə edib, daha sonra şaftalını, şaftalı şəkər tozu qat-qat yerləşdiririk. Ən son qata şəkər tozu əlavə edib, mümkünsə bir gecə saxlayırıq. Daha sonra isə bişirməyə başlayırıq. Videoda görürsünüz, bir gecə saxlamışıq, necə şərbətini buraxıb. İndi isə gür odda təxminən 20-25 dəqiqə şərbəti qatılaşmağa başlayana qədər bişiririk. Hazırlaması çox asandır əslində. Üzərində yaranan kəflərini də bir salfetka köməyi ilə yığırıq. Mürəbbəmizin son halını görürsünüz. Soyutduq və soyuduqdan sonra da tam olaraq bu şəkildə görünür. Bir çoxları indi deyəcək ki, bu qız nə eləyir? Deməli, sobada nektarin mürəbbəsi bişiririk. Mamam bunu internetdə görmüşdü, bişirmək istirdi və dedim ki, əlbəttə bişirək. İlk olaraq nektarinlərimizi soyuruq, sonra zövqümüzə uyğun doğrayırıq. Doğrayıb təmizlədikdən sonra mənim 850 qram meyvəm qalmışdı. Listimizin içərisinə bişirmə kağızı yerləşdirib, üzərinə şaftallarımızı, nektarinlərimizi düzürük. Mən 850 qram meyvə üçün 200 qram şəkər tozu istifadə etmişdim. Lakin şərbəti biraz az oldu. Ona görə də 300 qram şəkər tozu əlavə istifadə etməyiniz daha yaxşı olar. Yəni 1 kiloya 400 qram istifadə etsəniz daha yaxşı olar. Və 180 dərəcə əvvəlcədən isitdiyim sobada videoda gördüyünüz hala gələnə qədər bişiririk. Daha sonra bankalara doldurub, üzərinə şərbət doldurub, bir gün soyuducu, 1-2 gün soyuducuda saxlayıb, növbəti olaraq sərin bir yerdə saxlayırıq. Dadına hələ baxmamışam, amma möhtəşəm görülür. Şaftalılar heç əzilmədilər. Hazırlayan hər kəsə indidən nuş olsun. Əzinizə yaxşı baxın. Hələlik. Bu dəfə birlikdə zoğal mürəbbəsi hazırlayırıq. Bunun üçün 4 kilo zoğalım var və ləyənimin içərisinə 2 stakan su, 4 kilo şəkər tozu əlavə edib vamodda dayanmadan qarışdıraraq şəkər tozumu əridirəm, şərbət halına gətirirəm və qaynadıqdan sonra isə üzərinə meyvələrimi əlavə edirəm. Videoda gördüyünüz şəkildə tam şəkildə qaynayır. Meyvələri əlavə etdikdən sonra isə 2-3 dəqiqə qaynadıram və altını söndürürəm ki, soyusun. Tam soyuduqdan sonra təkrar ocağa alıram, gür odda bişirirəm. Videoda görəcəksiniz, bişən zaman üzərində deşiklər, köpüklərdə deşiklər yaranır. O hala gəldikdə artıq mürəbbəmiz hazır olur. Birazdan görə biləcəksiniz. Qaynayan zaman isə üzərində kəflər yaranır. O kəfləri də yığırıq qəşəng-qəşəng. Artıq mürəbbəmiz hazır olmaq üzrədir və son halını indi görürsünüz. Bu şəklə gəldikdən sonra isə altını söndürürük, soyuduruq və soyuduqdan sonra isə bankalarımıza yığıb qışa saxlayırıq. Hazırlanan hər kəsə indidən nuş olsun.